Quranda ayəsi var bunun. Deyir ki, evinizdən çıxanda belə mərifətlə çıxın, qanadlarınızı yanınıza yığın. Yeriyəndə yerişinizə baxın, yeri deşəsi deyilsiz. Belə ayağınızı bək vura-vura. Mənəm. Sadəlik. Ay su, hə. Başınızı da belə dik tutmayın deyir. Dağlardan uca olası deyilsiz. Var bütün bunların hamısı. Qarilla yerişi yeriyirlər. Sən belə həşəmətlə, belə bir göstərişlə yeriyir, bağıra-bağıra danışır. Səsini astadan götürəcəksən. Mən deyir və öyünür malı ilə, mülkü ilə. Ağıllı adamlar heç vaxt belə eləməzlər. Və o zaman nəsə bir problem çıxır. Deyir göz dəydi. Əlbəttə onun gözünün haqqı var. Hə. Sən Allahın sənə verdiyi nemətlə bu cür kiminsə qəlbinə ox sancmaq üçün davrana bilməzsən. Sən əgər nemətivin zəkatını verirsənsə, sədəqəsini verirsənsə, sən bunun sənə nə üçün verildiyinin fərqindəsən. Bu səni xidmətçi eləmək üçündür Allaha. Məsələn, Konfutsunun bir arabası var idi. Çox sevimli bir tələbəsi rəhmətə gedir. Oğul kimi sevirdi onu. O tələbənin atası gəlir, deyir ki, mən bilirəm ki, sən mənim oğlumu öz oğlun kimi sevirdin. İndi onu dəfn eləməyə pulumuz yoxdur bizim. Sən arabağı sat, biz onu dəfn eləyək. Yaxşı dəfn eləyək. Konfutsu deyir ki, necə bacarırıq dəfn eləyəcəyik, amma araba mənə lazımdır. İndi mən işdə deyiləm, amma istənilən vaxt imperator mənə çağıra bilər, mən onun sarayına araba ilə getməliyəm. Yəni, adam göyün qulluğundadır və onun rəmzi olan imperatorun qulluğundadır. Hər an ölkəyə xidmətlərini sunmaq halındadır. Arabasını ona görə satmır. Ona görə yox ki, araba şeydir. Arabanı da xidmət vasitəsi olaraq görür. Baxın, əgər sən bu cür yaşayırsansa, onda sənin mülkün Allahın mühafizəsindədir, sən də Allahın mühafizəsindəsən. Yox, bir anlıq belə ağlından keçirsə ki, sən bundan öyünəcəksən. Bizə bir şey danışım. Bibliyada, əski əhddə belə bir epizod var. Dəqiq yadımda deyil, amma Babilistan padşahının, deyəsən Nabuxodonosorun elçisi gəlir İsrail padşahının yanına. O da elçi ilə görüşür eləyir və